Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Ve la'nu daim ala a'daihim ecma'in. Cahil və inadkar Vəhabiyə bundan qabaq cavab vermişdik və güya indi öz aləmində bir cavab hazırlayıb, videoyu da cavab kimi güya təqdim eləyib və orada güya günüz misallar gətirmişəm. Halbuki bircə misal gətirmişəm və o da sənin başa düşmədiyin bir misaldır. 2-3 videodur deyəsən ya 2 videodur ki, adamı başa salmaq olmur. Zaten məlumdur. Mən dəfələrlə demişəm ki, bunların fəhmlərində problem var. Bunlar Quranı düzgün başa düşmürlər, həmçinin hədisləri və heç bu başa düşməsə də olar. Yəni biz məcbur deyilik ki, hər kəsə hər şey başa sala bilək. Amma digər insanlar baxıb özləri qiymət verərlər. Təsəvvür edin, videonun adını qoyub nə? Cavab. Ki cavab verib. Mənim yadımda qaldığı qədərilə keçən videomda, bundan qabaqçı videoda 13-14 nöqtəyə toxunmuşam orada. Heç birinə cavab verməyib. Səsimi də qoymayıb orada. Yəni mən həmin videoda onun səsini, bütün dediklərinin səsini qoymuşam ki, təhrif olmasın, dəyişiklik olmasın, öz sesi geçsin, qulaq asılsın və cavab vermişəm. Busa mənim danışdığım 20 dəqiqədən çox səhv etmirəmsə danışmışam. Orada 13-14 yadında qalan qədərdir. Onların heç birinə cavab verməyib, səsimi gətirib qoymayıb orada. Gülüncəsə səsimi qoyardan azından insanlar görərdilər, sənə qulaq asanlar, sənin kanala baxanlar görərdilər ki, mən nələr danışmışam. Deməli, birinci gətirdiyim nə olub? Ayələr gətirdi ki, Allah razıdır, bəzi insanları öyür, onları, nə bilim, onlar xidmət ediblər, cihad ediblər, Peyğəmbərə iman gətiriblər və s. Demişəm ki, biz bunları inkar etmirik. Hər kim iman gətirib, salih əməl edibsə, onlar bizim başımızın tacıdır o sahabələr. Çünki hicrət, döyüş, cihad, mal xərcləmək, bu kimi şeylər salih əməllərdir. Mən elə əvvəldən demişəm ki, iman və salih əməl. Sən konkret Muaviyyədən danış və orada Muaviyyəni qeyd eləmişəm və bundan sonra da qeyd edəcəm o və onun mislində olan sahabələr ki, bu adam nasibidir, Əhl-i-Beyt düşmənidir. 2 Əhl-i-Beyt üzvü ilə savaşıb zamanı imamına qarşı çıxıb. Konkret olaraq İmam Əlinin əleyhissalam Müslimdən sözünü gətirmişəm. Ömər etiraf edir ki, siz Əbu Bəkir və məni xain, yalancı, fasıq, günahkar və fasıq hesab etdiniz. İbn Teymiyənin, sahabələrin bir çoxu, tabinlərin bir çox əlini söyürdü. Bunu konkret gətirmişəm. Heç birinə cavab verməyib, nə də səsimi qoymayıb. 2 videoda heç birinə cavab yoxdur. Çünki cavab versə biabırçılıq olacaq ona görə. İkinci məsələ, misalım düzgün misaldır. Sən deyirsən ki, əhdə vəfasızlıqdır bu, Allahın əhdə vəfasızlıq etməsidir. Mən demişəm, xeyr, belə deyil. Əhdə vəfa o vaxt olur ki, Allah desin ki, siz ki, bəyət etmişsiniz, iman gətirmişsiniz, cihad etmişsiniz, gedin kef eləyin, hər nə günah etsəniz bundan sonra da mən sizdən razıyam. Sonra Muaviyyə nasiblik eləsə, Siffin döyüşündə və s. sahabələr zamanı imamına qarşı çıxsalar, Əhl-i-Beytə düşmən olsalar və Allah narazı olsa, bu əhdə vəfasızlıq olar. Onlar deyərlər, ya Allah, axı sən demişdin ki, neyinirsiniz eləyin, mən sizdən razıyam. Allah belə deməyib ki. Deməli, əhdə vəfasızlıq deyil. Həmçinin cahillik mənasında deyil. Niyə görə? Çünki şərt deyilən bir işdən ötürü zaten gələcəkdə nə olmayacağı baxılmır. O misalda da o cürdür. O uşaqdan ötürü o ata razılıq elədisə, şərt nədir? Yəni bu şərt aradan geçsə, şərt nədir? İman, salih əməl. Aradan geçsə məşrut da aradan gedir. Yəni nə? Yəni rizayət də aradan gedir. Ki bunu da sən başa düşməmsən, heç bundan sonra da ümid edirəm ki, başa düşməyəcəksən. Bunu da qeyd eləmişəm, sesimi gətirməmsən və cavab verməmsən. Üçüncü məsələ nədir? Orada demişəm. Bu deyir ki, bu Vəhabi deyir ki, biz kin saxlamamalıyıq. Sahabələr üçün dua etməliyik. Quran ayəsi var. İlahi möminlər, mömin qardaşlarımız bizdən qabaq ölüb gedən və s. dua məsələləri var Quranda. Mən də demişəm ki, bəs onda İmam Hüseyin əleyhissalam qatillərini və Osmanın qatillərini niyə pisləyirsiniz, zalimdir deyirsiniz? Lənət edirsiniz və s. Nə sesimi qoyub orada, nə də cavab verməyib. Dördüncü məsələ qeyd eləmişəm ki, deyir möminlərdən 2 dəstə savaşsa, aralarını sülh edin və möminlər qardaşı demişəm ki, əvvəl Muaviyyənin mömin olduğunu sübut eləmək lazımdır. O haqda danışmışam, ətraflı cavab vermişəm, nə səsimi qoyub, nə də cavab verməyib. Müslimdən buğz hədisini gətirmişəm. Əlini ancaq mömin sevər, əliyə ancaq münafiq buğz edər. Heç nə cavab verməyib, səsimi də orada qoymayıb. Demişəm, orada Allah şəhadət verir o möminlər haqqında ki, bunlar mömindirlər. O demək deyil, hər savaşan mömindir. Siz bu iki şeyi qarışdırırsınız həmişə Vəhabilər. Bu bunun sözü deyil, bundan qabaq da deyiblər, onlardan götürüb bu da düzəlib yola. Yəni onlar Allah Quranda onların haqqında deyib ki, mömindirlər, möminlərdən 2 dəstə savaşsa. Hələ o ayəyə mən gələcəm inşallah. O demək deyir ki, daha kim savaşsa hamısı mömindir. Bəs o boyda münafiq hədisi nədir? Əlini ancaq mömin sevər, əliyə ancaq münafiq buğz edər.
Sən qaçmaq üçün Muaviyyəni təmizə çıxarmaq üçün deyirsən ki, Muaviyyə bəhsini saxlayaq. Bu barədə danışmayıb, səsimi də qoymayıb, cavablandırmayıb. 5-ci məsələ orada qeyd eləmişəm ki, ötən bəhsdə. Əgər belədirsə, onda İmam Hüseyn əleyhissalam və Osmanın qatilləri də sənin qardaşın olmalıdır. Onlar da möminlər, iman əhli idilər. Onda niyə görə siz onları lənətləyirsiniz, pis hesab edirsiniz və sair cavab yoxdur, səsimi də orada qoymayıb. 6-cı məsələ qeyd etmişəm ki, səhabə ədaləti deyirsiniz. Nəyə əsaslanırsınız? Dəlili nədir ki, səhabələr adildirlər? Nə cavab var, nə də səsim qoyub orada. 7-ci məsələ. Demişəm ki, nəyə əsasən tərif vermiş səhabə o cür? Allahı, peyğəmbəri görüb iman gətirib imanla dünyadan gedib. Bu tərifi hardan uydurmusunuz? 8-ci məsələ demişəm ki, sən ki deyirsən ki, yaxşı sən tərif ver, güya bu mənə cavab ver. Mən deyirəm tərif ver bu səhabəyə ki, tərif vermirsən, bunun sənədini qeyd elə, mənbəsini nəyə əsasən, özündən mi uydurmusan? Deyir, yaxşı sən tərif ver görək, necə tərif versən? Onun cavabını vermişəm, nə səsimi qoymayıb orada, nə də cavab verməyib. 9-cu məsələ. Demişəm ki, Muaviyyə cənnət əhlidir deyirsiniz. Demişəm, bu nəticənin, bu sözün, bu qəziyyənin məntiqi qiyasda Suğra Kubrasını gətir, Suğra müqəddimə, Kubra müqəddiməsi, sonra nəticəyə gəl və istinad ilə əsaslandır Suğrasını, Kubrasını. Heç böyük ehtimalla Suğra Kubra nədir onu da başa düşməyib və nə səsimi qoyub orada, nə də cavab verməyib. 10-cu məsələ, Musa əleyhissalam haqqında gətirdi ki, bəs o da qardaşına qəzəblənib. O barədə cavab vermişəm, danışmışam. Nə səsimi qoymayıb orada, nə də cavablandırmayıb. 11-ci məsələ, Kəzib hədisini gətirmişəm. Ömər deyir ki, ya Əli, sən və Abbas, Əbu Bəkir sonra da məni yalancı, fasıq, xain və fasıq hesab etdiniz. Nə səsimi gətirməyib orada, nə o barədə danışmayıb. Sonra İmam Əlinin əleyhissalam Abdullah ibn Abbas ilə məsələsini gətirib. O bizə dəlil deyil. Əvvəla gətir sənədini isbat elə görək səhih yoxsa yox. Hətta səhih belə olmuş olsa belə, bizim üçün İmam Əlinin əleyhissalam sözü mühümdür. Ondan sonra onun ziddində hər kim nədirsə səhvdir. Çünki biz İmam Əlinin əleyhissalam məsum bilirik və məsumla məsumun arasında heç bir narazılıq olmaz. Bizim nə qədər möhkəm dəlillərimiz var ki, onlar məsumdurlar ki, bu ayrı mövzudur, ayrı yerdə bəhs edilməlidir. 12-ci məsələ qeyd eləmişəm ki, səhabələr Əlini əleyhissalam söyürdülər. İbn Teymiyyə deyir, cavab yoxdur, səsimi də qoymayıb orada, bu barədə də heç bir cavab verməyib. 13-cü məsələ, əgər sənin gətirdiyin o ayələri ki, əbədi olaraq bunlar behiştdədirlər, hər nə səfehlər etsinlər, elə olsaydı qeyd eləmişəm ki, ümumiyyətlə onlar bir-birinə acı söz deməzdilər. Necə ki, səhabənin adı gələndə siz ehtiyatla danışırsınız. Ömər ümumiyyətlə onun zehnində, fəhmində belə bir şey olsaydı, sənin başa düşdüyün kimi, o Əbu Hüreyrəyə güldən artıq söz deməzdi. İbn Teymiyyənin o səhabələri İmam Əli əleyhissalam söyməzdilər. Muaviyyə Müslimdə var, İbn Teymiyyə də yazır, Əliyə Səəd əmr etməzdi əlini söy, döyüşə gəlməzdilər və s. bu kimi məsələlər. 14-cü məsələ qeyd etmişəm ki, zaten səhabələrin fəhmində sənin başa düşdüyün ayə, onlar da sən başa düşdüyün kimi başa düşsəydilər, özlərini müdafiə edəndə o ayələri gətirərdilər. Əbu Hüreyrə özünü müdafiə edəndə deyərdi ki, ey Ömər, sən niyə mənə Allahın düşməni deyirsən? Məni Allah tərifli öz kitabında, sən bilməmsən, Vəhabilər başa düşdülər, Ömər, sən başa düşmədin ki, o ayələrdən Allah bizdən razıdır, o ayələrdə. Buna da cavab yoxdur, zehnində olanlar bunlardır. Yəni, videoya baxsanız görərsiniz ki, orada nə qədər belə məsələlər qeyd etmişəm. Bu 14 məsələyə və digər məsələlərə cavab verməyən adam utanmaz götürüb cavab videosu yazıb. 2 dənə cəmisi səsimi qoyub orada. Biri təhrif haqqındadır ki, mahir adamlardılar, budaqdan budağa atlananlarla, bundan qabaqçı Vəhabilər də gəldilər, budaqdan budağa atlanıb getdilər. Yəni, bir mövzu bitməmiş, başqa mövzuya keçmək və s. Orada da zaten sahabələrindən təhrif haqqında var ki, o başqa mövzudur. Və bir də prezident haqqında misalımı gətirib, səsimi qoyub orada, onu da gülünc misal adlandırıb, halbuki gülünc misal deyil, kökü elə Quran-ı Kərimdədir ki, inşallah qeyd edəcəyəm. Səsimi qoymadığı üçün də mənim adımdan dediyim cümlələri başqa cür deyib orada təhrif edib ki, bu da başqa bir səhvidir. Bir daha deyirəm ki, mənim dediklərim gülməli olsaydı, sən elə həmin o dediyim səsləri qoyardın, insanlar gülərdilər də. Niyə qoymamsan? Nədən qorxmusan? Yəni, puç olub əqidin darmadağın olub deyə onu qoymaqdan çəkinmirsən. İman və salih əməldə sona qədər qalanlar, bəli, behişt və rizayət əhlidir. Bizim Qurandan çıxartdığımız və budur. Dəlil də Quran ayələridir. O ayələr ki var, Allah deyib ki, cihad etdiniz, hicrət etdiniz, kömək elədiniz mallarınızla, canlarınızla, biz demişik, onlar axıra qədər iman və salih əməldə qalıblarsa, bəli, onlar bizim başımızın tacıdır o sahabələr. Yox, qalmayıblarsa, bu məsələ iman əldən gedibsə və yaxud imanla qalıblar, salih əməl aradan gedibsə, onda Quran ayələri isbat edir ki, o insanlar behiş və rizayət əhli
deyirlər. Sadəcə bu vəhabilər o Quranın məzəmmət etdiyi tayfa var, Quranın bəzisini götürüb bəzisini tərk eləyərlər, bəzi ayələri. Bunlara belə öyrədiblər. Götür 5-6 dənə rizaət ayələrini düzəl yola. Vəssalam, mavi oldu behişt əhli. Halbuki Qurani-Kərimə baxanda iman və salih əməl Əl-Bəyyinə surəsi 7-ci ayədə Allah Azza və Cəllə buyurur: "Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnellezine amenu və amilus salihati ulaika hum xayrul bariyyə." İman gətirib şübhəsiz, həqiqətən iman gətirib yaxşı əməl edənlər insanların, məxluqların ən xeyirləridir. 8-ci ayədə nə deyir? Cəzauhum ində rabbihim cənnətu adnin təcri min təhtihəl ənharu xalidinə fiyhə əbədə. Rəbləri yanında onların cəzası, yəni mükafatı altlarından çaylar axan və əbədi qalacaqları nədir? Ədin bağlarıdır, cənnətləridir. Bundan sonra deyir radiyallahu anhum və radu anhu. Allah onlardan, onlar da Allahdan razıdırlar. Zəlikə limən xəşyə rabbəhu. Bu Allahdan qorxanlar üçün, Rəbbindən qorxanlar üçündür ki, bunun təfsiri, ayələrin təfsirində inşallah gələcəyik. İkinci ayə Əsr surəsi 2-ci ayədir. 103-cü surənin 2-ci ayəsi. Allah Azza və Cəllə buyurur ki: "İnnel insane lefi xusrin." Təkidlə həqiqətən insan ziyan içindədir. 3-cü ayədə nə deyir? İstisna illellezine amenu və amilus salihat. İman gətirib salih əməl sahiblərindən başqa. Qalanlar hamısı ziyan içindədir. Yəni budur. İman və salih əməl davamlı qalsa ölənə qədər insan, bəli, bu insandan Allah razı, yeri də behişdir. 3-cü ayə Həcc surəsi 56-cı ayədir. Allah Azza və Cəllə buyurur ki: "Fəllezine amenu və amilus salihati fi cennetin naim." İman gətirib yaxşı işlər görənlər nəyin bağlarındadılar, orada qalacaqlar. Növbəti ayə Kəhf surəsi 107-ci ayə. İnnellezine amenu və amilus salihati kanat lahum cennetul firdevs. Nuzulən. İman gətirib yaxşı əməl edənlər, onların məskənləri Firdevs cənnətləridir. Növbəti ayə Yunus surəsi 9-cu ayə. İnnellezine amenu və amilus salihati yehdihim rabbuhum biimanihim tecri min tahtihim el-enharu fi cennetin naim. Bu da deyir ki, iman gətirib salih əməllərin edən insanlar, bunların ayaqları altından nədir? Çaylar axar. Hud surəsi 23-cü ayə. İnnellezine amenu və amilus salihat. Həqiqətən iman gətirib salih əməl sahibləri ulaikə əshabul cənnə. Onlar cənnət əshablarıdır, cənnət əhlidirlər. Hum fiha xalidun. Onlar orada əbədi qalacaqlar. Əl-Maidə surəsi 9-cu ayə. Va'adallahu. Allah vəd verib. Əllezine amenu və amilus salihati. O kəslər ki, iman gətirib və salih əməl sahibidirlər, onlara nə vəd verib? Ləhum məğfirətun və əcrun azim. Onlara bağışlanma və böyük mükafat var. Əraf surəsi 42-ci ayə. Vəllezine amenu və amilus salihat. O kəslər ki, iman gətirib salih əməl sahibidirlər, ulaikə əshabul cənnə. Onlar cənnət əshablar. Hum fiha xalidun. Onlar orada əbədi qalacaqlar. Bəqərə surəsi 82-ci ayə. Vəllezine amenu və amilus salihat ulaikə əshabul cənnə. Hum fiha xalidun. İman gətirib salih əməl sahibləri, onlar cənnət əhlidirlər və əbədi qalacaqlar. Həmçinin Nisa surəsi 122-ci ayə. وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا. O kəslər ki, iman gətirib salih əməl etdilər, onları cənnətə daxil edəcəyik. Ki, atlarından çaylar axan cənnətlər. Orada əbədi qalacaqlar. وَعَدَ haqqan və mən əsdəqu minəllahi qilə. Bu və buna oxşar nə qədər ayələr ki, iman salih əməl, iman salih əməl. İslamın məntiqi heç iyi gəlib sənin burnuna çatmayıb. Sən Quranın bir ayələrini götürürsən ki, orada Allah deyib ki, iman gətirdi və salam. Quran xətm edildi, Peyğəmbər dünyadan getdi, getsin maviyə, 70 min sahabənin, tabeinin qanunu töksün, fitnə çıxarsın. Quran deyir, fitnə qətildən betərdir və getsin otursun behişdə. Niyə? Bir də iman gətirib və salam. Vəhabilər də tərif qoydular, iman gətirdi, dünyadan imanla getdi, bu adam behişdər. Bu cür şey yoxdur, bu belə bir İslam dini yoxdur. O ayələrin müqabilində bu ayələr də var. İman və salih əməl. Oradakı insanlardan kimlər ki, iman gətirdilər, hicrət etdilər, nə bilim, kömək elədilər, canlarına, mallarına xidmət elədilər, axıra qədər iman və salih əməldə qaldılarsa, yerləri behişdir. Yox, sonradan döndülərsə, iman aradan getdi, mürtəd oldular və yaxud mürtəd olmadılar, deyək ki, salih əməl qırıldı, oldular Muaviyə kimi bir dənə nasibi, əhl-i beyti söyən və s. sahabələr kimi. Bu insan əsla behişt əhli deyil. Bu barədə bizim inşallah gələcəkdə hədislərimiz olacaq. Bunların səhih mənbələrindən göstərəcəyik ki, bəli, bunların əqidəsi tamamilə kökündən batildir. Qurani Kərimin bəzi ayələrini götürüb bəzi ayələrini kənara qoymaq olmaz. O ayələrin yanına bu ayələri də qoyanda məlum olur ki, bəli, orada Allah Azza və Cəllə
Buna görə mən deyirəm ki, oradakı rizayət şərtləndir. Şərt də nədir? İman və salih əməl. Şərt aradan gedəndə məşrut da aradan gedir. Yəni nə? Yəni rizayət də aradan gedir. Şərt nədir? Şərt qoymuşam. İman gətirib salih əməl sahibi olsanız, mən sizdən razıyam. Bunun gələcəkdə bilir, bilmir, o misal gətirmişəm, onu da heç başa düşməmsən. Onun gələcəkdə bilib bilməməsə nə dəxli var ki? Deyirsən ki, Allah onda belə çıxır bilmirdi. Və yaxud əhdə vəfa etməməyinə nə dəxli var ki? Keçən bəhsdə bunların hamısını qeyd eləmişəm zaten. Qorxub nə səsimi orada qoymayıb, nə də cavab verməyib. Sadəcə işlətdiyi söz nədir? Muaviyyədən yox, hələ bundan danış, Muaviyyədən danışacağam. Elə Muaviyyənin üstündə quracağam bəhsi. Elə bir dənə sahabi zaten nasibi oldu, mənfi bir insan kimi isbat oldu Quran və səhih hədislərimizə əsasən. Zaten sahabə ədaləti puç olur gedir o qaydası. Və sonra bəhsində deyir ki, bu Quran ayələridir. Amma hədislərdəki ehtimaldır, kim kimə nədir? Ehtimal deyil, səhih mənbələrdir qarşıva qoymuşam. Bu Müslimdən gətirmişəm səhih. İbn Teymiyyə deyir ki, sahabələr əlini söyürdülər. Və indi də gələcəkdə inşallah bəhslər gətirəcəyəm. Bir də səhih mənbə qoydum ki, Ömər Əbu Hüreyrənin haqqında o cür deyir. Ehtimal deyil, səhih mənbələrdir. Sənin gətirdiyin ayələrsə sənin fəhmindən, batil fəhmindən ərsəyə gələn nəticədir. O ayəni biz inkar etmirik ki, bizim tənqid etdiyimiz sənin batil fəhmindir. Və inşallah növbəti bəhslərdə də qeyd edəcəyəm. Gələn bəhsdə əgər mənim bundan qabaqki bəhsimdə bu saydığım 13-14 nöqtə var, bunların səsim orada qoyulub cavab verilməsə, məlum olacaq ki, sən artıq, zaten məlum olub, 2 videoda sən onları gətirmirsən, bəziləri də bir videoda qeyd edilib. Məsələn, hədisləri qeyd eləmişəm, öz mənbəmdən 2 videoda onları gətirmirsən. Və axırıncı videoda da bu 13-14 nöqtə qeyd etdiyim ki, onlar barədə danışmamısan. Gələn bəhsdə danışmasın, artıq sən belə deyək ki, debatın qaydalarını pozmuş olursan. Çünki debatda mən orada erməni söyməmişəm ki. Mən sənə onları qeyd eləmişəm ki, sən onu gətirəsən, səsimi qoyasan, cavablandırasan. Cavablandırmırsansa əgər, deməli, sən söz oyunu oynayırsan və sən həqiqətən də verməyə cavabın yoxdur. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.